Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət yenidən efirdədir. Bugünkü qonağım Azər Süleymanovdur. Azər bəy, xoş gördük sizi. Xoş gördük. Əhvalınız necədir? Yaxşıdır, sağ olun. Yaxşısınızmı? Bəli, yaxşıyıq. Siz necəsiniz? Biz də elə yaxşıyıq, şükürlər olsun bugünə. Azər bəy, ağıllı ev dedikdə ümumiyyətlə bu sistemdə nələr nəzərdə tutulur? Nələr daxildir bu evin içərisinə? Ağıllı ev dedikdə evdə olan elektrik və santexniklə işləyən hər bir cihazlar və yeni nəsil olan məişət robotları deyək, tostorandır, kofe aparatıdır. Bunların hamısının avtomatik olaraq idarə olunmasıdır. Əl ilə və yaxud da ki, səsli idarə etməklə. Aydınlatma olsun, kondisioneri olsun, evin isitməsi olsun, evin o cümlədən, belə deyək, ev cihazları var, robotları var, onların idarə olunması olsun. Yəni, bunların hamısını biz avtomatlaşdırıb bir nöqtədən həm manual olaraq, əllə və yaxud da ki, evin özünə buraxırsan ki, özü təyin eləsin, özü idarə eləsin. Və o cümlədən buna evin təhlükəsizliyi də daxildir. Qaz sızması, su sızması, tüstü, məsəl üçün, ola bilsin ki, qaz sızmır, amma mətbəxdə nəsə yanır, tüstü buraxır. Bununla avtomatik ağıllı ev bu sensorlardan bunu algıladıqda avtomatik olaraq suyu, qazı, evin elektrik enerjisini bağlayır ki, görülən, yəni baş verən bu hadisə böyüməsin, yəni lokal olaraq qalsın. Hazırda Azərbaycanda bir neçə insan, sizin iş insanı, sizin gördüyünüz işlə məşğuldur. Yəni, ağıllı evlərin quraşdırılması işi ilə, ağıllı evlərin təşkil edilməsi işi ilə məşğuldur. Sizin sahə digərlərindən nə ilə fərqlənir? Yəni, bizim avadanlıq digərlərinin nə ilə fərqlənir? Biz öncədən bu avadanlığa getməmişdən öncə Azərbaycan bazarını araşdırdıq. Həm avadanlıq cəhətdən, həm qiymət cəhətdən. Sonra bu marka ilə danışdıq, görüşdük və bizim əməkdaşlar xaricdə bunun təsirini aldılar. Kursunu keçəndən sonra bunun bizə distributorluğunu, yəni fabrik nümayəndəliyini verdilər. Bizim fərqimiz nədir? İlk öncə, bizdə eyni markanın daxilində 3 ədəd protokol var. Kabelli, Zigbee 3 və Wi-Fi. Bunların fərqi nədir? Kabelli cihazlar remontdan öncə baş verir, daha profesional. Yəni, ondan o tərəfəsi yoxdur. Həmin cihazlardır. Zigbee 3 olan mesh sistemdir. Mesh, belə deyim, hər cihaz, ağlı edib qoşulan hər bir cihaz dalğanı aldığı kimi də repeater rolunu oynayır. Yəni, təkrarlayır dalğanı. Və bu, ev remontdan sonra baş verir. Remontdan sonra quraşdırırıq, sistem stabil işləyir. Bir də var, Wi-Fi cihazlarımız var. Wi-Fi cihazlarımız isə aşağı bucaqla sadə həldir. Məsələn, sizin evdə kondisioner var deyək ki. Evi tutaq ki, idarə eləmək istəmirsiniz və yaxud da ki, imkanınız çatmır. Amma ən azından kondisioner idarə eləmək istəyirsiniz. Qazı, suyu açıb bağlayıb istəyirsiniz. Yəni, bu aşağı bucaqla sadə həll veririk. Yəni, şərt deyil, yəni divar dağılsın, kabel atılsın və sistemlərimizin hər birinin də sertifikatı və belə deyək, yoxlanış icazəsi var ki, bu cihazlar standartlara uyğundur. Texnika ilə idarə etdiyimiz hər şeyin beyninin pozulma ehtimalı var. Bir şirkət olaraq siz bu problemi necə həll edirsiniz? Bəli, necə həll edirik? Bizdə hər bir sistemin avtomatik işləməyi ilə əlaqədar manual işləməyi də var. Və beynin pozulmağı, yəni belə proqram təminatının proqram təminatına çıxan bəqlər var. Hansı ki, bu bəqlər də belə deyək, telefonu dondurur, Android cihazları dondurur. Bizdə bundan fərqli olaraq elə cihazlarımız var ki, heç Android deyil. Linux əməliyyat sistemi üzərindən qurulan bir proqram təminatıdır ki, hansı ki, onlarda donma, ilişmə, belə şeylər olmur. Və hər bir cihazın şərt deyil. İndi biz şourunu göstərəcəksə, şərt deyil ki, bu cihaz xarab oldu, əldən düşdü, sındı və dondu. Fərqi yoxdur bunun. Bunun başqa cür idarə etməsi var. Yəni, bir nöqtədən deyil. Alternativ idarə etmələr önərirsiniz. Sistemdə alternativ idarə etmə özünün var. Yəni, önərməmə ehtiyac yoxdur. Özünün var. İşıqlandırma, aydınlatma avadanlığı xarab olubdur. Bunun manual biz gelib əllə belə vurub yandıra bilərik. Belə modun üzərindən ki, hansı onu
fabrik özü nəzərdə alıb ki, ola bilər sınıb, qırılıb nəsə, bunu gedib biz relay blokun üzərinə tıklayaraq yandıra bilərik. Hazırda ağıllı evlərin quraşdırılması Azərbaycanda demək olar ki, sürətlə davam edir. Çox insan, çox normal büdcəyə sahib olan insanlar belə ağıllı evlərin tikintisinə və ya ağıllı evlərin quraşdırılmasına önəm verirlər. Və sizcə bu gələcəyimizdə nələrini dəyişdirəcək bizim? Əslində ağıllı evə belə deyək də, çox adam qorxur ki, evimi idarə edərlər falan. Bizim sistemdə ağıllı evi, yəni bir neçə bariyeri var. Yəni bir bariyeri yoxdur. Bir neçə bariyerdən keçəndən sonra və ev haqqında məlumatın olmalıdır ki, evi idarə edə biləsiniz. İlk öncələr əvvəllər də belədir. Hər evdə televizor yox idi. İndi hər evdə var. Yəni hamı ehtiyacdır. Ağıllı ev də bunun kimi ehtiyacdır. Yəni indiki dövrdə hamı işlənə qədər unutqan olur, fikirli olur. Mən özüm dəfələrlə Mən dəfələrlə geri qayıdıb evi yoxlamışam ki, qaz bağlıdırmı, su bağlıdırmı, qapı bağlıdırmı və yaxud da ki, axşam yatanda görürsən ki, mətbəxin qonaqlıqdan işıq yanına qalıb, mən heç açıq durub söndürmürəm. Yəni, ağıllı evdə bu kimi imkanlar var ki, uzaqdan ən pis halını deyəm, ən zəif, belə deyək də, ən zəif hissəsini deyim, qazı bağlayırsan, suyu bağlayırsan, işıqlandırmanı idarə edirsiniz, evin elektrikini idarə edirsiniz və bundan belə deyək, ən azı zamanımız, geri qayıtma zamanımız qabağa düşür. Və bunları idarə edəndə, ağıllı ev enerji qənaətinə gətirib çıxardır. Yəni, siz ağıllı evə qoyduğunuz pul zamanla sizə geri qayıdır. Yəni, zamanı da həmçinin həm zamanda qabağa düşürsünüz, həm zamanda qabağa düşürsünüz, həm evin elektrik enerjisidir, suyudur, qazıdır, bununla qabağa düşürsünüz. Yəni, bu evə qoyduğunuz müəyyən bir məbləğ 2-3 vəzində sizə geri qayıdır və ondan sonraki illərdə sizə artıq xeyrini verir, bəhrəsini görürsünüz. İş adamı olaraq prinsiplərinizi öyrənək. İş adamı olaraq prinsiplərimiz. Yəni, ümumiyyətlə, bu iş sistemini qurduğunuz zaman hansı prinsiplər əsasında qurmuşdunuz ki, uğur qazanmaq hədəfiniz olsun? Mən bu, belə deyək, hər bir iş adamına yəqin ki var. Özümün qırmızı cizgilərim var. Və bu qırmızı cizgilər zamanla mənə müəyyən bariyer gətirsə də, müəyyən zamandan sonra mənə uğur gətirdi. Qiymətləndirmədə heç vaxt mən müştərinin imkanına baxmıram. Yəni, bu bazarda var, yəni, bilirlər ki, tanıyırlar. Adam var, damara baxır, qanadır. Məndə fərqi yoxdur. Qiymət eyni qiymətdir. Yəni, bunun adamın imkanından, belə deyək, fərqi yoxdur. Və şəxsi etibarı. Yəni, bu dəqiqə Azərbaycan bazarında, zərbafın sayəsində hamı demək, şəhəri tanınanlar deyirlər ki, yəni, mən söz verdimsə eləyəcəm. Yəni, bu, əvvəllər mənə müəyyən qədər maliyyə tərəfindən sıxıntı yaratdı, söz vermişəm, ziyanlarla sonra işləyirəm. Müəyyən zamandan sonra bu mənə uğur gətirdi. Etibarlığa daha çox önəm verirsiniz? Daha çox önəm verirəm. Etibarlı əlbəttə ki, məsələn, biz distributoruq, yəni birbaşa özümüz satış eləmirik, dilləri vasitəsilə. Yəni, hər gələn firmaya da dilləri vermirik. Etibarlılıq, bana görə. Yəni, kimsə gəlsin, alacam, satacam deyə, yəni, eləmirik. Etibarlılığı olmalı ilk öncə ki, mən bu adamdan yola çıxıram. 3 ildən, 5 ildən sonra mənim şirkətimin, bizim markanın olub bilsin, sirlərinə kiməsə verər, edəyər. Yəni, onları nəzərə alırıq. Bəs, Azər bəy, hazırda gələcək planlarınızda nələr nəzərdə tutulur? Hansı irəliləyişlərə, hansı hədəflərə çatmağı planlayırsınız? Bu, ən birinci əslində, ağıllı evdə bağlı danışsaq, yəqin ki, mən top 2-yə 3-ə düşmək istəyirəm Azərbaycanda, ən azından top 2-yə 3-ə düşmək istəyirəm, 1-ə düşmək, bəlkə 1 olur, o baxacaq, o zaman göstərəcək. Ağıllı evlə bağlı, indi bizim ağıllı şəhər layihəmiz var, onunla bağlı işlərimiz gedir. Bir də gələcəkdə bu səsli, belə deyək, səsli idarəetmə var, hansı ki, belə deyək, xaricdə var, 10 üzərində belə işlərimiz var, 10 üzərində işləyirik. Əgər onu alındıra bilsək, o böyük bir layihə olacaq. Səsli, Azərbaycanda iş olacaq səsli idarəetmə. Alisa, открой что-то.
Alisa, выключи люстр первый. Алиса, выключи люстр второй. Алиса, выключи светильник. Алиса, закрой шторы. Алиса, включи люстр. Алиса, включи первый люстр. Алиса, включи второй люстр. Biz Azərbəy istərdim ki, bir təcrübəli iş insanı kimi gələcəkdə öz iş sahəsini qurmaq istəyən gənclərə tövsiyələrinizi verəsiniz. Tövsiyələrimi verim. Sıfırdan başlasınlar. Ən azından özlərinə hədəf belirləsinlər. Hədəfi belirləsinlər. Hədəf olmayandan sonra yoxdursa hədəf, yəni nəticə nəyə görə nəticə almışsan, onu bilməyəsiniz. İndiki gənclərdə bizim gəlirlər universitetdə, mən hər zaman mühazirə deyirəm, avtomatikadan, ağıllı evdən. Yəni, ağıllı ev əslində avtomatikanın bir bölməsidir. Yəni, bir xırda bir hissəsidir. Avtomatikadan mən mühazirə deyirəm institutda. İndiki gənclərə baxıram, bunlar çətin günlər görmürlər deyə biraz daha rahatdırlar. Çünki çətin günlər güclü insanlar yetişdirir. Güclü insanlar yaxşı günlər gətirir. Yaxşı günlər isə zəif insan yetişdirir. İndiki gənclərə daha çox kitab oxumaqlarını tövsiyə edirəm. Çünki kitab oxumaq insanın fantaziyasını, düşüncəsini inkişaf etdirir. Amma indiki gənclər daha çox telefonla məşğul olurlar. Daha çox 10 nəfərin onu da demək olar ki, eyni mövzuya baxırlar və onun da fantaziyası eynidir. Amma bizim vaxtlarımızda 10 nəfər eyni kitabı oxuyurduq. Hərə o kitab haqqında bir şəkil çəkmək istəyəndə hərə bir cür çəkirdi. Çünki hərdə bir cür fantaziya inkişaf edirdi. Formalaşırdı, bəli. Əsasən kitab oxumaqlarına daha çox üstünlük versinlər. Bir də ki, yəni, bu dəqiqə bizim dövrümüzdə vaxt çətin idi. Nəyisə öyrənmək üçün, çünki kitab yox idi. Öz sahimizdən danışıram. Kitab yox idi. Bir hər hansı video roliklər yox idi. Bir dənəsə baxaq, öyrənək. Mən heç yadımdan çıxmaz. Mən o vaxtı rus saytlardan video dəstəkləri götürdüm. Bəzi sözlər baş adam anlaya bilmir. Oradan soruşa o cür öyrənirdik. Amma indi vallahi şükür şərait var. Yəni gənclər öyrənmək istəyirlərsə, inkişaf etmək istəyirlərsə, birinci növbədə oxumalıdırlar. Oxuyub sıfırdan başlamaq daha çox məsləhətdir ki, sağ olsun iş adamı olanda, bir rəhbər olanda ona tabi olan işçilərin kimlə işləri görəcək deyə bölgün aparmalıdır. Və bilməlidir ki, gedən işi, orada işləyən işi bu qədər vaxtda nə qədər iş görüb. Çünki bunu özü işləyibsə biləcək ki, bu qədər vaxtda nə qədər iş görmək olar. Yəni, bunları tövsiyə edirdim. Çox sağ olun Azərbəy, bu qədər işin arasında bizə vaxt ayırdınız. Təşəkkür edirəm ki, məsləhətinizi də gənclərimizdən əsirgəmədiniz. Çox sağ olun, siz də əziyyət çəkdiniz, gəldiniz, vaxtınızı ayırdınız. Ümidvaram ki, ən azından nəsə bir xeyrim topundu. Belə, əziz tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağlıqla qalın.